Mən fikir verirəm, bu sürücülər stopa görə dayanırlar bu xəttəki, sağdan gələni buraxsınlar. Amma o bitki kolları imkan vermirlər. O axını görmək üçün mütləq qaydanı pozmaq məcburiyyətində qalırıq ki, əziz sürücülər, yəqin ki bu yolu tanıyırsınız. Nəbabət bağı, yəni köhnə botanika bağı, Qurd qapısı, yəni ümumşəhər qəbirstanlığı və Badamdar dairəsi. Bu nişan 531 nişanıdır, deyir ki, yük avtomobilləri məsləhətdir ki, bu yolu düz istiqamətdə gedək. Dönə bilərik, amma məsləhət olunur ki, düzünə gedək. Əsas nişana yaxınlaşaq. Əziz sürücülər, əgər dairə nişanı, yəni 4.3 nişanın baş yolundan bir yerdə görürsünüzsə, bu o demək ki, dairədə hərəkət edən sürücülər sizə yol verəcək. Necə yol verəcək, harda dayanıb yol verəcək, onun haqqında danışacağım. Deməli, bu yolla, yəni bu üç solaqla hərəkət edən sürücülər dayanmırlar, özünü itirmirlər, üstünlük onların. Çünki baş yol bizə üstünlük verir. Əgər dairə nişanı tək qoyulsa, yəni baş yol nişanı olmasa, tək qoyulsa, bu halda dairədə hərəkət edən, yəni dairənin başına hərəkət edən sürücülər üstündür və yaxınlaşan, dairəyə daxil olan sürücülər dayanıb onlara mane olmadan, yəni soldan gələn axının dairənin başına saat əqrəbinin əksi istiqamətində hərəkət edir sürücülər. Soldan gələn axına mane olmadan hərəkət eləməlidirlər. Amma bu vəziyyətdə biz üstünük. Və bunu bilmək lazımdır ki, əgər dairəyə bir yol baş yolla gəlirsə, o baş yol orada itə bilməz. Dairənin bir dənə də çıxışı baş yolundan olmalıdır. Yəni dairəyə digər tərəfdən də hər hansı bir yol baş yolundan daxil olmalıdır. Bu baş yol bu dairədə dairənin ikinci çıxışı, yəni ikinci çıxışı da baş yoldur. Artıq oradan yaxınlaşan sürücülər də dairəyə daxil olanda dairədən sola dönən sürücülər artıq qarşıdan gələnləri buraxmalıdır. Hal-hazırda qəbirstanlıq istiqamətindən çıxan sürücülər dairə nişanını tək görürlər. Yəqin ki, görür soranı. Sürücü, soldan yaxınlaşan avtomobillərə mane olmadan dairəyə daxil olmalısan. Yəni buradan yaxınlaşan sürücülər, yəni qəbirstanlıq istiqamətindən içəridən çıxan sürücülər kəskin yolda, burada dayanma nöqtəsi nəzərdə tutulmayıb, kəskin yolda dayanırlar. Soldan gələn axını buraxdıqdan sonra dairəyə daxil olub düz istiqamətdə də, yəni Badamdar istiqamətində yaxud üzü aşağı Badamdar bazar istiqamətində də gedə bilərlər. Dairənin başına fırlanaraq oradan sola dönüb təzədən bu yola qayıda bilərlər, yaxud üzü şəhər istiqamətində hərəkət edə bilərlər. Əgər biz dairənin başına fırlanıb sola dönmək istəsək, evakuator dayanan yolu görürsünüz. Orada yerə 1.12 üfüqi köndələrindən işalanma xətt çəkiblər, dayanma nöqtəsi deyirlər. Yerə də 3 dənə 1.18, yəni solu göstərən ox. Yəqin ki, diqqət eləsəz görərsiniz. Orada bir dənə əski olan nişan stop, dayanmadan keçmək qadağandır nişanıdır. Yaxud da yerə kiçik usuzaqlardan ibarət xəyali xətt çəksəydilər, orada yol verin nişanı tətbiq olunmağı daha məqsədə müvafiq idi. Niyə? Çünki yerdə 1.12 xətti bizə bildirir ki, sürücü artıq sən orada dayan, amma əslində əskikliyi var. Orada ya stop nişanı, ya da yerdəki xətti 1.13 eləməklə yol verin nişanı tətbiq olunmalıydı. Axı, əgər sabahları qar yağsa, dairədə hərəkət edən sürücü deyəcək ki, dairənin içində mənəm, mən üstünəm. Gələnlər mənə yol versin. Amma bu nişan bizə indiki vaxtda bildirir ki, biz üstün deyilik, biz yol verməliyik. İkinci əskik olan nişan dairəyə digər tərəfdən, yəni Badamdar istiqamətinə gələn sürücülər bu dairənin dairəvi yol ayrıcı olduğunu bildirən heç bir nişan, yəni 4.3 nişanı görmürlər, yoxdur. İkincisi isə buraya nizamlanan yol ayrıcıdır. Artıq bu nizamlanan yol ayrıcında düz istiqamətdə gedənlər Badamdar istiqamətində, sağa hərəkət edənlər isə şəhər qayısı istiqamətində, yəni Badamdar bazar istiqamətində şəhərdən çıxırlar. Burada bəzi anlaşılmazlıqlara mən rast gəlirəm. Yəni fərz edək ki, burada dayanmışıq. Bu yolu tanıyan sürücülər düşünür ki, burada sağa svetofor həmişə yaşıldır. Yəni gözləməyə ehtiyac yoxdur. Bəzi sürücülər gəlir, dayanır, elə bilir ki, qırmızı işıq yanır deyə dayanmaq lazımdır. Çünki svetofor yaxşı görünmür. Gəlin baxaq. Məsələn, bax, düz istiqamətdə hərəkət edirik. Svetofor görünmür. Aha, svetoforun indi əsas bölməsini gördük. Diqqət eləyin. Artıq biz svetoforu görürük. Amma svetoforun əlavə sağa əlavə bölməsi həmişə yaşıldır. Onu görmək üçün biraz yaxınlaşırıq qabağa. Çünki onu görmək üçün mütləq gəlməliyik bura qədər. Baxın, gəlirik. Biraz indi orada kollar da qarşısını tutur. Artıq gördük. Deməli, sürücü bura yaxınlaşandan sonra diqqət etsə, orada svetoforun əlavə bölməsinin həmişə yaşıl olduğunu görəcək. Deməli, o svetoforu bir 3 metr, 4 metr qarşıya çəkib burada tətbiq eləsəydilər, bu daha məqsədə müvafiq olardı. Həm orada çəkini daraltmazdı, insanlar oradan tək-tək keçmək məcburiyyətində qalmazdı. Həm yolun genişlənmiş bir hissəsində tətbiq olunardı burada, həm də bu istiqamətdən yaxınlaşan sürücülər svetoforu daha yaxşı, daha aydın görərdi. Çünki burada yolu tanımayan, yəni şəhəri navigatordan hərəkət edənlər, yaxud digər rayondan ilk dəfədir Bakıya gələnlər o svetoforu
Semaforu görmür, düşünür ki, yəqin burada gəlim gözləyim mən. Əslində burada stop xətti də çəkilməyib. Yəni daimi sağa işıq daimi yaşıldır. Bura nizamlanan hissədir. Badamdar istiqamətindən gəlirlər, şəhər istiqamətində. Oradan yaxınlaşan sürücülər dairə nişanını görmürlər, amma üstünlük yollarındır, onlar yol sahəsində hərəkət edirlər. Əgər biz Bakı istiqamətində yox, məsələn Qəbirstanlıq istiqamətində, yaxud geriyə qayıtsaq, Badamdar istiqamətində bu dairədən geriyə qayıtsaq, o halda yerdə 3 dənə nişanlama xətti, yenə də 1.12 üfüqi köndələrindən nişanlama xətti və 2.5 stop, dayanmadan keçmək qadağandır nişanı görəcək. O stop bizə deyir ki, bu dairənin içində, dairənin tərkib hissəsində, o stop xəttində dayanmalıyıq. Mən fikir verirəm, bu sürücülər stopa görə dayanırlar bu xəttəki, sağdan gələni buraxsınlar. Amma o bitki kolları imkan vermirlər. Onlar da stop xəttini keçirlər qarşıya ki, sağı rahat görsünlər. Həqiqətən də bu bitki kollarının burada şəhərdə əkilməyi pis deyil, nəticə. Amma diqqət eləyək də, bu bitki kolları gör hara əkilib ki, biz sağdan gələni o axını görmək üçün mütləq qaydanı pozmaq məcburiyyətində qalırıq ki, biraz qabağa gedək, o stop xəttini keçək qabağa ki, görək elə sağdan avtomobil həqiqətən gəlir yoxsa yox. Fərz elə ki, mən bu stop nişanına riayət etmək üçün bu stop 1.12 xəttində dayanmalıyam. Fərz elə ki, dayanmışam bax burada avtomobili. Görə bilmirəm. Həqiqətən də bu bitki kolları biraz indi bu bitkiləri əkiləndə heç olmasa hündürü, çox hündür olmayan bitkilərə üstünlük verirsə daha yaxşı olar. Çünki görüntü məhdudiyyəti yaradır. Bu sürücü qarşıdan sağı görmək üçün, yüksək sürətlə gələni görmək üçün biraz gəlməlidir bura. Bax burada. Buradan görsə onu artıq sürücü əgər burada dayanıbsa avtomobilin qabartı gəlir ora. Bu stop xəttin artıq çox qabağa gəlmiş olur. Ya bu stop xəttini qabağa çəkək, ya da bu bitkiləri buradan daha hündür olmayan, yəni daha alçaq bitkilərlə əvəz eləsək daha məqsədə müvafiqdir. Nəinki bu bitkilər.